mövzumuz kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz? Aksizli və məcburi nişanlanmalı malları istehsal edən şəxslər, publik hüquqi şəxslər, qeyri-dövlət pensiya fonları, təbii inhisar subyektləri, əmlakın ilin əvvəlinə qalıq dəyəri 1 milyondan artıq olan vəsaiti varsa həmin müəssisələr, İşçi sayı 10 nəfərdən artıqdırsa istehsalatları bərzində bu şəxslərin sadələşmiş vergi ödəyicisi olma hüququnu itirir. Qızıl və ondan hazırlanan zərgərlik məlumatlarının satışıyla məşğul olan şəxslər, xərclərinin satışıyla məşğul olan şəxslər bir qayda olaraq sadələşmiş vergi ödəyicisi olma hüququnu itirirlər. Kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları bu hüquqdan məhrumdurlar və istisna olaraq İSB sığortası həyata keçirdən sığorta şirkətlərini qazanılan fəaliyyətin əldə olunan gəlirləri istisna olaraq. Əlavə olaraq topdan ticarət qaydasında malların və xidmətlərin satışını həyata keçirən vergi ödəyiciləri sadələşmiş vergi ödəyicisi olma hüququnu itirir. Amma və yalnız burada bir şərt vardır ki, əgər ümumi satışın 30% topdan vergi ödəyicisinin 70% pərakəndədirsə, bu zaman həmin vergi ödəyicilərinin sadələşmiş vergi ödəyicisi olmaq, həmin mükəlləfiyyətdə qalma hüququ vardır. Amma ümumi dövriyyənin 30%-ni keçərsə, əgər topdan satış, bu zaman avtomatik şəkildə həmin mükəlləfiyyət, sadələşmiş mükəlləfiyyət ləğv olunur. Əgər fərdi sahibkardırsa gəlir, hüquqi şəxsdə mənfəətlə dəyişdirilir. Və bu sadaladığım sadəcə dövriyyəsi 200 mindən aşağı olanlara şamil olunur. Dövriyyəsi 200 mindən aşağıdır və bu fəaliyyətlərlə məşğuldursa, onlar sadələşmiş vergi ödəyicisi olma hüququnu itirir. İtirdikdə fərdi sahibkarsa gəlir, hüquqi şəxsdə mənfəət vergi ödəyicisi olur. Amma ümumiyyətlə dövriyyə 200 mindən aşdığı təqdirdə bir qayda olaraq əlavə dəyər vergisi mükəlləfiyyətimiz aktivləşir və hüquqi şəxs isə mənfəət vergisi, fərdi sahibkarsa gəlir vergisi ilə əvəzlənir və eyni zamanda təbii ki, plus ƏDV ödəyicisi oluruq. ƏDV ilə bağlı növbəti mövzularda ətraflı məlumat verəcəm sizə və əlavə olaraq